Hər birinizi salamlayıram yeni vloquma və kanalıma hər biriniz xoş gəlmisiniz. Sizin üçün səhər rutinimi göstərdiyim bir vloq çəkmişəm. Ətraflı şəkildə bu dəfə istəyirəm səhər rutinimi sizinlə bölüşüm. Əvvəlcə oyandıq və mən başladım pastelləri dəyişməyə. Əvvəlcə yeri yığmaq istirdim, çünki pasteli təzə dəyişmişdim. Sonra fikirləşdim ki, adyallarımı təzə yumuşam. Bir gün əvvəl adyalların hamısını yumuşdum və buna görə dedim, yox, pasteli də dəyişim, tərtəmiz olsun. İnanın ki, neçə vaxt idi fikirləşirdim ki, bu adyallar yuyulmalıdır. Amma bizim paltar yuyanımız biraz köhnəlib. Ona görə də qorxurdum adyalları orada yumağa. Amma şükür ki, heç nə olmadı. Hər birini ayrı-ayrılıqda yudum və tərtəmiz oldular. Bundan sonra isə yoldaşım səhər tezdən getdi, belə tərəvəzlər filan aldı. Evdə demək olar ki, tərəvəzlərimiz qalmamışdı. Buna görə də getdi, pendir filan lazımlı şeylər var idi, onları aldı. Gel. Gel pamuşu değişik. Burada gördüğünüz gibi mən Alinanı çağırıram. Sizin üçün də çəkmək istədim. Alinanın əynini filan dəyişirdim. O da gəlməyi istəmədi. Mən də kameranı söndürdükdən sonra Alinanın həm əynini, pampersini filan dəyişdim. Bundan sonra isə keçirəm. Paltarlarım çox olduğu vaxt mən səhər yeməyindən əvvəl paltar yuyanı qoşuram. Çünki səhər yeməyimizi də yediyimiz zaman paltarlar da bitmiş olur və mənim üçün daha rahat olur. Bundan sonra isə hər səhər etdiyim belə bir şey də var ki, bu dəyişmir heç vaxt. Stolun üstünü mütləq silməliyəm. Təmiz də olsa silirəm. Yəni üstündə nəsə də olsa silirəm. Hər səhər bunu etməliyəm. Çayımı da dəmləyib qoyuram ki, çayım dəm alsın yavaş-yavaş. Mən də başlayım yeməyimizi hazırlamağa. Yeməkdə isə çox zaman mən 2 yumurta, Alina da 1 yumurta yeyir və gündəlik olaraq bunu çalışıram fərqli-fərqli formalarda edim. Bir gün göyərtili, bir gün pendirli, bir gün qaynadılmış formada və bu formada da davam edir. İndi görəcəksiniz ki, mən yumurtanın bu formasını çox sevirəm və pendir qatdığımız zaman da yumurtanın dadı dəhşət möhtəşəm olur. Alinaya da bir dəfə yoxladım, verdim. İçində təbii ki, nə olduğunu bilmir, amma dadı o qədər xoşuna gəlmişdi ki, yumurtanın hamısını bitirmək istəyirdi. Buna görə də mən də bəzən pendirli formasını da edirəm. Bu formada da dadlı olur. Siz özünüz də yoxlaya bilərsiniz. Təbii ki, Holland pendiri filan da əlavə etmək olar, amma belə pendirlə də çox-çox dadlı alınır. Yeməyimizi də bişirirəm. Belə ayrıntılı formada göstərirəm ki, sonra sizin ağlınızda suallar yaranması, necə bişirdim filan. Yoldaşım üçün bişirmirəm. Yoldaşım bugün yumurta yeməyi istəmirdi. Buna görə də ancaq özümüzə hazırladım. Yoldaşım da orada kənarda gördüyünüz kimi çörək qızardır. Çörəklərin də sayına baxın ki, nə qədər çörək qızardıb. Bu formada biz səhər yeməyimizi hazırlamağa davam edirik. Yeməyi hazırlayarkən fikirləşirəm ki, hansı işlərim var, nələri edə bilərəm. Çünki mən vlog çəkməyə başladımsa, fikirləşirəm ki, ən azından heç olmasa evdəyəm, nə edə bilərəm. Təmizliyi filan, ev işləri ilə bağlı nələrsə olmalıdır. Çünki belə olmadığı zaman vlog çox maraqsız olur. Ağlımda bir neçə yer var. İndi də irəliləyən dəqiqələrdə görəcəksiniz ki, nələri yığışdırıram. Keçən dəfə mənə çoxlu suallar da gəlmişdi arıqlama prosesim haqqında. Bunun haqqında da kiçik bir sizə məlumat da verim. Mən davam edirəm hələ də. Düzdür, bəzi günlər olur ki, kənara çıxmalar olur, amma nə formada? Məsələn, səhər çörək yedimsə, bir az. Yəni çörək yedimi siz çox başa düşməyin. Yəni əvvəlki qaydada mən bu aralar heç yeməmişəm. Yəni artıq bir aydan çoxdur ki, mən davam edirəm bu prosesə. Səhər yedimsə, günorta axşam yemirəm. Yəni sadəcə yemək yeyirəm. Makaron filan çalışıram ki, bu aralar ümumiyyətlə yeməyim. Yediyim zaman da məsələn düyü olur, az porsiyada çalışıram ki, yeyim və həmin günü çalışıram çörək heç yeməyim. Yəni digər günlərdə isə bəzi günlər ümumiyyətlə çörəyi çıxarıram. Sizə son durumu da göstərim. Evin vəziyyəti baxın bu formadadır.
Burada da paltarlar yuyulur. Onlar da yuyulsun, birlikdə sərərik. O vaxta kimi mən də bu hissələri yığışdırım. Bəzi günlər bir lavaş filan, 2 lavaş belə bu formada yeyirəm. Məsələn, evdə pirojki bişirmişəmsə, özümü saxlamıram ki, yox yeməməliyəm. Əvvəllər 5 dənə yeyirdimsə, indi 2 dənəsini yeyirəm və bu formada kifayətlənirəm. Və məncə belə daha yaxşı olur, daha balanslı olur və çəkim də yavaş-yavaş azalmağa davam edir. İnşallah istədiyim nəticəyə çatdıqca istəyirəm sizə bu xəbəri 68-65 kilo olduğum zaman verim. Çünki mənim çəkim gec gedir və buna görə də mən özümü də məcbur eləmirəm. Çünki elə olduğu zaman bədən də stres yaşayır, həm özüm də stres keçirirəm ki, niyə arıqlamıram. Buna görə də tərəziyə tez-tez çıxmamağa çalışıram və bu formada da hələ ki davam edirəm. Sizdə necədir? Mənimlə birlikdə siz də başlayın, arıqlayın, bir-birimizə belə motivasiya edək. O formada olduğu zaman daha da yaxşı olur, insan motivasiya alır. Danışdıqca da mən ev işlərini artıq başladım görməyə. Ev işləri dediyim bunlar rutin, səhər tezdən hamımızın gördüyü işlərdir. İşlərimi görürəm, bundan sonra isə gedirik Alinanı biraz gəzdirməyə, hava alsın. Bundan sonra isə biz Alinanı gəzdirdik, gəldik evə. Artıq bir neçə saat keçib, mən başlayıram yemək hazırlamağa. Kartofu başladım soymağa, qızartmaq istəyirdim. Sonra özüm də heç yəni yaxşı modda değildim əslində burada. Sonra da fikrimi dəyişdim. Dedim, yəni o qədər əziyyət çəkmə, elə qaynatsan da yəni kifayət eləyər. Çünki biz həm də çox vaxt qızardılmış yeyirik. Mən bir yerdə oxumuşdum ki, kartofu qızardılmışdansa ya qaynadılmış ya da sobada bişmiş formada yesək bizim arıqlamamıza o da bir dəstəkdir. Çünki yağda bişməmiş olur. Buna görə də elə fikirləşdim ki, o da qaynasın. Toyuğu da qoydum, duzunu da ataraq qaynamağa. Çıxan qabları da bir-bir yuyuram ki, hamısı yığılmasın. Keçən dəfə belə bir rəy də gəlmişdi ki, qabları hissə-hissə yuyun, hamısını yığırsınız bir yerə. Amma mən baxıram, yəni modumdan asılı olaraq dəyişir. Bəzən qabları bir neçə qab olduğu zaman yumuram. Bəzən Alina imkan vermir. Buna görə də baxın burada məsələn qabları qoymuşam ora ki, qoy yığılsın, sonra hamısını birlikdə yuyaram. Meyvələri də suya qoyuram ki, bir 15-20 dəqiqə heç olmasa suda qalsın. Əslində sirkəli, sodalı suda saxlayırlar. Mən isə bunlardan istifadə etmirəm. Sadə suda saxlayıram. Bir müddətdən sonra isə yuyuram. Mən işlərimi gördükcə Alina da məndən əl çəkmir. Bəzən uşaqlarda bu vaxtlarda olur, kriz gəlir. Ən çox da yemək bişirdiyim zaman gəlir, ayağımdan yapışır ki, yəni imkan verməyim sənə. Burada da acmışdı artıq. Qucağımda tutaraq bir əllə kartofunu soyub vermək istəyirəm ki, ət filan bişənə kimi heç olmasa kartofdan yesin, ac olmasın. Sonra isə qızlar artıq toyuqlar da qaynadı. Əslində mən toyuğu bu formada sevmirəm. Necə sevmirəm? Normal toyuq aldığımız zaman ölçüləri də bilirsən ki, normal toyuqdur, toyuq ayağıdır. Amma bu formada aldığımız zaman toyuğun budları çox iri olur və dadı da məncə normal toyuqdan fərqli olur. Mənim ona görə də çox xoşum gəlmir. Son halını da yeməklərimi sizinlə bölüşdüm. Keçirəm. Dağ boyda paltarlar yığılmışdı. Bunların bir çoxu yuyulmuşdu. Alina da hamısını bir-birinə qatdı. Və Alina sizə mən bir şey deyim ki, yeni bir şey öyrənib. Artıq kravata özü çıxa bilir. Buna görə də kravatın üstü bundan əvvəl səliqəsiz idisə, bundan sonra ümumiyyətlə səliqə formasını görməyəcəksiniz. Çünki mən həmin otağın işığını yandırıb orada nəsə iş görməyə başlayan kimi Alina da gəlir, çıxır kravata və onun üstünü qarışdırır. Bu gözəl məlumatı da sizə verdikdən sonra keçirək artıq kravatımızı sökməyə.
Alinanın kravatını bu formaya saldıq. Əslində biz başladıq sökməyə ki, bunun hamısını ataq. Amma söküldükcə belə bir forma ortaya çıxdı və biz də bu hissəni saxlamaq qərarına gəldik. İçindəki də öz matrası da elə bu hissəyə də yerləşdi. Sadəcə aşağısında şkaf hissələri yoxdur. Biz də belə öz kravatımızın yanına qoyduq ki, bu formada qalsın. Əgər Alina yatsa burada normal formada bir müddət bunu saxlayarıq, yəni idarə edər. Amma yox, yenə də yatmaq istəməsə bu hissəni də təbii ki atmağı düşünürük. İçində yuyulmuş paltarlar var. İstəyirəm onları qatlayım və bu yatağın içərisini birlikdə düzəldək. Heç bilmirəm necə edəcəm, nə formada edeyim. Kənarlara belə kənarlıqlar lazımdır, çünki kənarları çox kəskindir. Buna görə də hələ ki bir hissəyə belə yəni yapışdırmışam, amma digər hissələrə də mütləq lazımdır. Gəlin çox danışmayım və başlayaq bunun içərisini birlikdə düzəldək. İşlərimi görərkən fikirləşdim ki, sizinlə də söhbət edeyim. Burada paltarların ikisini ayırıram, çünki hələ də tam qurumamışdı. Bunları aparıb yenidən sərəcəm yerinə və digər paltarları isə qatlayıb yığıram. Bunlar hamısı yuyulmuş paltarlardır. Vaxtım olmurdu ki, bunları qatlayım, yerinə yığım. Çünki hər gün paltar yuyulur və hər gün də bu mənzərə bizdə olur. Mən də çalışıram vaxt tapdıqca tez-tez bunları qatlayım, yerinə yığım. Yoldaşımın köynəklərini isə indi görəcəksiniz veşilkaya asıram. Tərs formada asıram ki, yoldaşım səhvən səhər tezdən bunları geyinməsin və hamısını bir yerdə yığıb bu formada ütüləyirəm. Mən kravatı düzəltdikcə indi fikirləşirəm ki, bu kravat əslində əlverişli deyil. Düzdür, biz bir həvəslə bunu düzəltdik. Fikirləşdik ki, bəlkə Alina yatar, amma görürəm ki, içində nə matras düz əməlli oturur, nə də nəsə belə rahat deyil. Çünki kənarları çox kəskindir və uşaq orada durub ani bir hərəkətdə başını filan vura bilər. Bunu yoldaşımla müzakirə etsək yaxşı olar. Çünki belə mənim ağlımda çox sual qaldı. Fikirləşirəm ki, gecə oyanır tez-tez. Özünü bilmədən aşağı ata bilər, ya başını həmin kənar hissələrə vura bilər. Buna görə də içim heç rahat deyil. Anina'nın kravatının son halı da bu formada oldu. Çalışdım ki, biraz səliqəli formada saxlayım. Amma bundan artığını edə bilmədim. Elə bu formada hələ ki qalsın. Amma inanmıram ki, biz bunu uzun müddət burada saxlayarıq. Elə bu da digər parçaların yanına gedəcək yəqin ki. Çünki mənə çox da əlverişli gəlmədi. Bundan sonra isə kravatın üstünü də tez-tez təmizləyirəm. Pastelləri yerinə qoyuram. Kravatı biz hissələrə ayırdıqdan sonra fikirləşirəm ki, otağımız da demək olar ki, genişlənib. İndi bu hissə də getsə, bu hissəsini də biz atsaq, ümumiyyətlə genişlənəcək. Heç olmasa əvvəlki vəziyyətinə qayıdar. Onsuz Alina yenə də bizimlə yatır. Heç bir dəyişiklik yəni yoxdur. Bu kravatı da düzəltdim. Bugün yoxlayacağam. Amma bilmirəm, içim heç rahat olmaz. Yəni burada yatsa. Qızlar, yeni bir neçə məhsul almışam. İstəyirəm onları da sizinlə bölüşüm. İndi nə aldığımı sizə göstərim. Belə şpatellərdir. Nə üçün aldığımı indi sizə izah edəcəm. Belə 100 dənədir içində bu formada. Bir qazandır. Yəqin ki, bugünə qədər bunu görmüş olanlar var aranızda. Bunu əvvəlcə sizə məhsulları göstəreyim. Ondan sonra isə nə üçün aldığımı da izah edəcəm. Artıq açıb baxmışam. Bu formadadır. İçində bir ədəd də qazan var. Hal-hazırda digər otaqdadır. Buradan ayarlamaq olur. Bu formada. Qızlar, gəldik əsas məhsula. Bu məhsulu da mən üzdə, ümumiyyətlə burada yazılıb ki, istənilən bölgələrdə istifadə etmək olar. Yəni qol, ayaq filan.
əllərdə istifadə etmək olar. Çox yəni düzgün istifadə etmək lazımdır bunu. Necə gəldi istifadə etsə, məsələn, üzdə istifadə etdiyiniz zaman üzün vaxtından tez sallanmasına və yəni elastikliyinin pozulmasına səbəb ola bilər. Buna görə də diqqətli istifadə etmək lazımdır. Bunu mən həm özümdə, həm də yoldaşımda istifadə edəcəm. Çünki yoldaşımda da olur ki, bərbərdən gəldikdən sonra bəzi hissələr olur, qulaq ətrafı olur, ya yanaqlarda istənməyən, yəni artıq tüklər olur. Onlar üçün istifadə etmək üçün aldım. Bunların hamısı üçü birlikdə 19 manat elədi. Bundan sonra isə gəlirəm Alina üçün Ensifaki2-dən aldıqlarıma. Qızlar, bunlar dəst formasında idi. Belə ikisini birlikdə 15 manata aldıq, 14.99-a. Materialları çox gözəldir. 1-2 yaş üçün uyğundur. 15 manata çox gözəl dəstlər var idi orada. Biz də 2 dənə belə bir dəst götürdük. Bu da 15 manat idi. Belə koftası var, qısa qoldu. Bir də belə şalvarı. Bel hissəsi rezinlidir. Aşağı hissəsi də bu formada. Bir də 8 manata belə 1, 2, 3, 4, 5 cüt corab aldıq. Bunlar da yay üçün nazik belə corablardır. Ayaqqabı ilə filan ya da evdə geyinmək üçün belə çox gözəl corablar. Dünəndən vlogu çəkməyə başladım. Sadəcə vlogun davamı çox qısa olduğu üçün fikirləşdim ki, səhəri günü də əlavə edim. Çalışırdım ki, son zamanlar bir gün ərzində vlogu çəkim. Etməli işlərimi həmin gün ərzində edim. Amma gördüm ki, vlog qısa alınır. Buna görə də bu hissəni də bu vloga əlavə edirəm. Növbəti gün çəkilib. Belə bu hissə çox qarışmışdı. Bu hissəyə də su gəlir. Yerini hələ tam formada bilmirik. Səbəbi nədir? Əslində bilirik hardan gəldiyini, amma hələ də düzəltməmişik. Bu hissəni mən sizinlə birlikdə düzəltmək istəyirəm. Yəni yapışqanlar olur, bura yapışdırmaq istəyirəm. Çünki su töküldükcə gördüyünüz kimi bir neçə yerdə qabarmalar var və çıxmayan ləkələr əmələ gəlib. Onları da yəni təmizləsək onsuz da mənası yoxdur. Qabaran hissələr artıq qopub. Buna görə də ən yaxşısı bunun üzərinə yapışqanlar olur. Onlardan götürüb birlikdə buranı düzəldərik, səliqəli formaya salarıq. Qızlar, mən burada işlərimi görərkən Alina da nənəsi ilə həyətdə gəzirdi. Ondan sonra gəldilər. Buna görə də səsi bağladım və üstündən səs yazıram. Bir şey də xatırlatmaq istəyirəm ki, məni hələ də izləmirsinizsə, abunə olmadan izləyirsinizsə, çalışın kanalıma abunə olun. Bununla yanaşı da Instagramda da məni izləməyə alsanız çox sevinərəm. İndidən izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik.